Azərbaycan bütün bax bu ölkələrdən fərqli olaraq iki qan çanağının arasındadır. Rusiya və İran. İrana gediş-gəliş normal olarsa, oradan gələn minlərlə insanın hamısını yalan poliqrafından keçirmək imkanımız yoxdur. Əmin olun ki, bura gələn turistlərin arasında xeyli casus olacaq. Rusiyadan da bura gələn ekspatların 10 minlərlə, 100 minlərlə ekspatın arasında xeyli casus olacaq. Gürcüstanda bu cür kəşfiyyat əməliyyatları aparmaq asandır, aparılır da. Amma o qədər önəmli deyil. Azərbaycan çox önəmlidir. Hədsiz dərəcədə önəmlidir. Bu ölkələr üçün, Rusiya üçün, İran üçün, Qərb üçün. Və buna görə də biz məcburuq. Bu sərhədlərin bağlanması hamıdan çox Azərbaycan hakimiyyətinə, hökumətinə, dövlətinə, iqtidarına külli miqdarda maddi ziyan vurur. Xalqımıza maddi ziyan vurur. Çünki quru sərhədlərinin qapalı olması hər ay 100 milyonlarla itki deməkdir, dollar. Yəni dövlət bunu başa düşmür.